Bir məsələni soruşum sizdən. Ümumiyyətlə bu məsələdə cavabdeh tərəf mi deyək, cəza verən tərəf mi deyək, kimdir? Misal üçün deyək ki, mən görürəm ki, kimsə məni təhqir edib sosial şəbəkədə, ya fake profildən olsun və yaxud da ki, açıq-aşkar və s. İndi mən birinci kimə müraciət etməliyəm? Polis əməkdaşlarına mı, Daxili İşlər Nazirinə mi, yoxsa birbaşa məhkəməyə mi? Bəli, çox yaxşı sualdır bu. Deməli, biz saxta profillərdən və saxta hesablardan demək ki, yazılıbsa, bunu vətəndaş özü müəyyən edə bilmir. Hər halda. Çünki onun hər hansı bir nickname ilə yazır, hər hansı bir başqa bir ləqəblə, təxəllüslə yazır və məsələn, apokalipsis məsələn yazırsa və başlayır təhqir etməyə, bunu artıq vətəndaşın müəyyən etmə imkanları məhduddur. Buna görə də o birinci növbədə Daxili İşlər Nazirinə müraciət edir. Daxili İşlər Nazirliyinin e-polis elektron müraciət portalı var. Oraya asan imza və yaxud da sima imza ilə daxil olaraq orada həmin o linki atır, yəni həmin o profilin linkini atır və o IP adres vasitəsilə digər demək belə deyək də IT mütəxəssisləri tərəfindən həmin profilin sahibinin müəyyənləşdirilməsi əməliyyatları, əməliyyat axtarış tədbirləri həyata keçirilə bilər və həmin şəxs aşkar oluna bilər. Əgər saxtadırsa, yox, əgər şəxsiyyətini bilirsə, birbaşa artıq şəxsin qeydiyyatda olduğu yeri, yəni onu təhqir edən və yaxud ona böhtan atan, onu ağır cinayətdə ittiham edən şəxs, yəni bilə-bilə kimsə ağır cinayətdə ittiham etmə də böhtan sayılır və buna görə də 3 ilədək müddət azadlıqdan məhrum etmə nəzərdə tutulub və bilirsə, şəxsiyyətini müəyyən edə bilirsə, artıq birbaşa xüsusi ittiham qaydasında məhkəməyə müraciət edir. Xüsusi ittiham nədir? Yəni artıq xüsusi ittihamda hər hansı bir təhqiqat və istintaq prosesindən keçmədən vətəndaş birbaşa, yəni birbaşa məhkəməyə müraciət edir. Məsələn, digər cinayətlər mütləq istintaq mərhələsindən keçməli, amma burada xüsusi ittiham, yəni şəxsin özü tərəfindən birbaşa xüsusi ittiham qaydasında məhkəməyə şikayət ünvanlaya bilər və məhkəmə artıq o işi araşdıracaqdır.